Onun qövmünün təkəbbürlü zadəganları dedilər: Ey Şüeyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz. Şüeyb dedi: Hətta nifrət etmiş olsaq belə, Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı sən hökm verənlərin ən yaxşısısan. Onun qövmünün kafir zadəganları dedilər: Əgər Şüeybin ardınca getsəniz, siz mütləq ziyana uğrayanlardan olarsınız. Onları dəhşətli sarsıntı yaxaladı və onlar öz evlərində üzü qoylu düşüb qaldılar. Şüeybi yalançı sayanlar sanki orada yaşamamışdılar. Şüeybi yalançı sayanların özləri ziyana uğrayanlardan oldular. Şüeyb onlardan üç çevirib dedi: Ey qövmüm, mən Rəbbimin mənə vəhy etdiyi hökmlərini sizə çatdırdım və sizə öyüd nəsiyyət verdim. Kafir tayfadan ötürü mən necə heyfslənə bilərəm? Biz hansı bir ölkəyə peyğəmbər göndərdiksə, onun əhalisini sıxıntıya və bəlaya düçar etdik ki, bəlkə boyun əyələr. Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət, onlar firavanlıq içində yaşayarkən, atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi, dedilər. Biz də onları heç özləri də hiss etmədən qəflətən yaxaladıq. Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq. Məyər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular? Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular? Yaxud onlar Allahın hiləsindən ehtiyat etmirdilərmi? Allahın hiləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər. Məyər yeryüzünün keçmiş sakinlərindən sonra ona varis olanlara bəyan olmadımı ki, əgər biz istəsəydik, onları da günahları üzündən müsibətə düçar edər, qəlblərinə möhür vurardıq və onlar da eşitməzdilər? Bu, o ölkələrdir ki, onların əhvalatlarından bəzisini sənə söyləyirik. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə daha öncə yalan hesab etdiklərinə görə iman gətirmədilər. Allah kafirlərin qəlblərini beləcə möhürləyir. Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük. Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu? Musa dedi: Ey Firon! Həqiqətən mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim.
mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər. Firon dedi, əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, onu göstər. Musa əsasını yerə attı və o dərhal açıq-aşkar bir ilan oldu. Əlini qoynundan çıxartdı və o baxanlar üçün ağappaq parlaq bir əl oldu. Firon qövmünün əyanları dedilər, həqiqətən bu bilikli bir sehirbazdır. O sizi yurdunuzdan çıxartmaq istəyir. Elə isə təklifiniz nədir? Onlar dedilər, onu və qardaşını gözlət və şəhərlərə sehirbazları toplayan adamlar göndər ki, bilikli sehirbazların hamısını sənin yanına gətirsinlər. Sehirbazlar Fironun yanına gəlib dedilər, əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq? Firon dedi, bəli, siz mənə yaxın adamlardan olacaqsınız. Sehirbazlar dedilər, ey Musa, ya sən əsanı birinci at, ya da biz əlimizdəkiləri ataq. Musa dedi, siz əvvəl atın. Onlar əllərindəkiləri atdıqda, insanların gözlərini sehirləyib, canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. Biz Musaya əsanı yerə at deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib, onların düzəltdikləri şeyləri utdu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. Sehirbazlar orada məğlub oldular və rüsvay olaraq geri döndülər. Sehirbazlar səcdəyə qapandılar. Onlar dedilər, aləmlərin Rəbbinə iman gətirdik. Musa və Harunun Rəbbinə. Firon dedi, mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz. Şübhəsiz ki, bu şəhərdə qurduğunuz bir hilədir ki, əhalisini oradan çıxarasınız. Tezliklə biləcəksiniz. Əllərinizi və ayaqlarınızı çarpas kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm. Onlar dedilər, şübhəsiz ki, biz Rəbbimizə qaydacağıq. Sən sadəcə Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz, bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. Firon xalqının əyanları dedilər, sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar. Firon dedi, biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik. Musa öz qövmünə dedi, Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz ki, yeryüzü Allahındır. O, qullarından istədiyini onun varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir. Onlar dedilər, sən bizə Peyğəmbər gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da bizə əziyyət verildi. Musa dedi, ola bilsin ki, Rəbbiniz düşməninizi məhv edib, sizi yeryüzünün varisləri təyin etsin. Sonra da necə hərəkət edəcəyinizə baxsın. Biz Firon xalqını quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq ki, bəlkə düşünüb ibrət alsınlar. Onlara bir yaxşılıq üz verəndə,
bu bizə məxsusdur deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanındadır. Lakin onların çoxu bunu bilmir. Kafirlər dedilər, sən bizi sehirləmək üçün nə qədər möcüzə gətirsən də, biz sənə inanan deyilik. Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular. Əzab onları bürüdükdə dedilər, ey Musa, bizim üçün Rəbbinə sənə verdiyi əhd ilə dua et. Əgər əzabı bizdən soğuşdursan, biz hökmən sənə iman gətirəcək və İsrail oğullarını mütləq səninlə birlikdə göndərəcəyik. Biz çatacaqları müəyyən vaxta qədər əzabı onlardan soğuşdurduqda isə, dərhal əhdi pozdular. Ayələrimizi inkar edib onlardan qafil olduqlarına görə, biz o tayfadan intiqam alaraq, onları dənizdə qərq etdik. Musa ilə olan zəif qövmü isə yeryüzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl sözü yerinə yetdi. Biz Firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik. Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər, ey Musa, onların məbudları olduğu kimi bizim üçün də bir məbud düzəlt. Musa dedi, həqiqətən siz cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur. Gördükləri işlər isə batildir. Musa dedi, o sizi aləmlərdən üstün etdiyi bir halda mən sizin üçün Allahdan başqa məbud mu axtaracam? Bir zaman biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi. Biz Musaya 30 gecəlik vədə verdik və buna 10 gecədə əlavə elədik. Beləliklə də Rəbbinin təyin etdiyi vaxt 40 gecə oldu. Musa qardaşı Haruna dedi, xalqımın içərisində məni əvəz et, onları islah et və fəsad törədənlərin yoluna uyma. Musa təyin etdiyimiz vaxta gəldikdə, Rəbbi onunla danışdı. Musa dedi, ey Rəbbim, özünü mənə göstər, sənə baxım. O dedi, sən məni görə bilməzsən, lakin bu dağa bax. Əgər o öz yerində qala bilsə, sən də məni görəcəksən. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi, sən pak və müqəddəssən. Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm. Allah dedi, ey Musa, mən vəhy etdiyim hökmlərimlə və səninlə danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol. Biz onun üçün lövhələrdə hər şeydən öyüd nəsiyyət və hər şeyin təfsilatını yazdıq və dedik,
Bunları möhkəm tut və xalqına da onun ən yaxşısından yapışmağı əmr et. Mən sizə fasiqlərin yurdunu göstərəcəyəm. Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr ora yönəlməz. Azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular. Ayələrimizi və axirətə qovuşmağı yalan sayanların əməlləri puç oldu. Məyər onlar yalnız etdikləri bu əməllərə görə cəzalandırılmayacaqlarmı? Musanın ardınca qövmü öz zinət əşyalarından böyrən bir buzov heykəli düzəltdilər. Məyər bu heykəlin onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Buna baxmayaraq ona məbud kimi sitayiş edib zalımlardan oldular. Onlar tutduqları işə görə peşman olduqda və haqq yoldan azdıqlarını gördükdə, əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə ziyana uğrayanlardan olarıq, dedilər. Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi, məndən sonra necə də yaramaz işlər görmüsünüz? Rəbbinizin əmrini qabaqlamaq istədiniz? Musa lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. Qardaşı dedi, ey anamın oğlu, həqiqətən cəmaat məni zəif bilib, az qala öldürəcəkdilər. Məni rüsva etməklə düşmənləri sevindirmə, məni zalımlara tay tutma. Musa dedi, ey Rəbbim, məni və qardaşımı bağışla, bizi öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhimlisisən. Həqiqətən buzova sitayiş edənlərə öz Rəbbindən bir qəzəb və dünya həyatında zillət üz verəcəkdir. Biz iftira yaxanları belə cəzalandırırıq. Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbim bundan sonra bağışlayandır, rəhimlidir. Musanın qəzəbi sakitləşəndə lövhələri götürdü. Onlardakı yazılarda Rəbbindən qorxanlar üçün hidayət və mərhəmət var idi. Musa bizim təyin etdiyimiz vaxt üçün tayfasından 70 kişi seçdi. Onları zəlzələ yaxaladıqda o dedi, ey Rəbbim, əgər istəsəydin bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfihlərin etdiklərinə görə bizi həlak mı edəcəksən? Bu yalnız sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim himayəçimizsən, bizi bağışla və bizə rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən biz sənə üz tutduq. Allah dedi, İstədiyimi əzabıma düçar edirəm, mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam. O kəslər ki, yanlarındakı Tövrat və İncildə
haqqında yazılmış olduğunu gördükləri elçinin, yazıb oxumaq bilməyən Peyğəmbərin ardınca gedərlər. O Peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər. Onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər. Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan xilas edər. Ona iman gətirən, onu dəstəkləyən, ona kömək edən və onunla göndərilmiş nurun ardınca gedənlər isə nicat tapanlardır. De ki, ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı ona məxsusdur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və onun elçisinə, yazıb oxumaq bilməyən, həm də Allaha və onun kəlmələrinə inanan Peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiz. Musanın qövmündən elə bir cəmaat vardır ki, haqq ilə insanları doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. Biz onları 12 nəslə, ümmətə böldük. Qövmü Musadan su istədikdə, biz ona əsanla daşa vur deyə vəhy etdik. Ondan 12 çeşmə qaynayıb çıxdı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz onların üstünə buludla kölgə saldıq. Onlara manna və bildirçin endirdik. Özlərinə də sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin dedik. Onlar bizə zülm etmədilər, ancaq özləri özlərinə zülm etdilər. Bir zaman onlara deyilmişdi, bu kənddə sakin olun və oradakı neymətlərdən bəyəndiyiniz yerlərdə yeyin. Bizi bağışla deyin və qapıdan Allaha səcdə edərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq. Onlardan haqsızlıq edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Etdikləri haqsızlığa görə biz onlara göydən əzab göndərdik. Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al. O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə biz onları beləcə sınayırdıq. O zaman onlardan bir dəstə dedi, Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd nəsiyyət verirsiniz? Onlar dedilər, bu Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə onlar pis əməllərdən çəkinsinlər. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman, biz pis əməlləri qadağan edən kimsələri xilas etdik. Haqsızlıq edənləri isə itayətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq. Özlərinə qoyulan qadağanı pozduqları zaman biz onlara mənfur meymunlar olun dedik. O zaman Rəbbin onlara qiyamət gününədək ağır əzab verəcək kimsələr göndərəcəyini bildirdi. Doğrudan da sənin Rəbbin tez cəza verəndir. Həqiqətən də O bağışlayandır, rəhimlidir. Biz onları yer üzündə ümmətlərə böldük. İçərilərində həm əməli salih olanlar,
həm də belə olmayanlar vardır. Biz onları yaxşılıq və pisliklə sınadıq ki, bəlkə doğru yola dönələr. Onlardan sonra kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb, biz bağışlanacağıq deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məyər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məyər anlamırsınız? Kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə, biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Bir zaman dağı yerindən qoparıb, onların başı üstündə bulud kimi qaldırmışdıq və onlar da elə zənn etmişdilər ki, dağ onların üstünə düşəcək. Biz onlara, sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri xatırlayın ki, bəlkə qorxasınız demişdik. Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və mən sizin Rəbbiniz deyiləmmi deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar, bəli, biz şahid olduq demişdilər. Bu ona görədir ki, siz qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiz. Yaxud atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məyər sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən deməyəsiz. Biz ayələri beləcə izah edirik ki, bəlkə haqq yola qaydalar. Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir. Onu qovsan da, dilini çıxardıb ləhliyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr. Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir. Allah kimə hidayət verirsə, doğru yolda olan da odur. Kimləri də azdırırsa, ziyana uğrayanlar da məhz onlardır. Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər. Hətta daha çox azğınlıqdadılar. Qafil olanlar da məhz onlardır. Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin və onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar. Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır
və bunun sayəsində ədalətlə hökm edirlər. Ayələrimizi yalan sayanları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb, məhvə aparacaq. Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, mənim hiləm sarsılmazdır. Məyər fikirləşmirlərmi? Onların yoldaşında heç bir dəlilik yoxdur. O ancaq qorxudan və bəyan edən bir peyğəmbərdir. Məyər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar? Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər. Səndən o saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De ki, bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir. Sanki onu bilirmişsən kimi səndən soruşurlar, de ki, bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir. De ki, mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə iman gətirən bir qövm üçün qorxudan və müjdəliyənəm. Sizi tək bir candan xəlq eləyən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan O'dur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi, hamilə qaldı və bir müddət onu bətnində gəzdirdi. Zövcəsi ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha, əgər bizə sağlam bir övlad versən, əlbəttə şükür edənlərdən olarıq deyə dua etdilər. Allah onlara sağlam övlad verdikdə isə, özlərinə verdiyi şeydə ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar. Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məyər onların ayaqları mı var onunla yerisinlər? Yoxsa onların əlləri mi var onunla tutsunlar? Yoxsa onların gözləri mi var onunla görsünlər? Yoxsa onların qulaqları mı var onunla eşitsinlər? De ki, çağırın şəriklərinizi, sonra mənə qarşı hilə qurun və mənə heç möhlət də verməyin. Həqiqətən mənim himayədarım kitabı nazil edən Allahdır. O, əməli salihlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər. Siz onları doğru yola çağırsanız, eşitməzlər.
Onları sənə baxan görürsən, halbuki onlar görmürlər. Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O eşidəndir, biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. Şeytanlar öz qardaşlarında azğınlığı artırarlar. Sonra da onlardan əl çəkməzlər. Sən onlara möcüzə gətirmədiyin zaman nə olardı ki, onu da özündən uyduraydın deyərlər. De ki, mən yalnız Rəbbimdən mənə vəh olunanlara tabi oluram. Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir qövm üçün doğru yolu göstərən rəhbər və mərhəmətdir. Qur'an oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun. Səhər axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma. Rəbbinin hüzurunda olan mələklər ona ibadət etməkdə təkəbbürlük göstərmir. Onu tərifləyir və yalnız ona səcdə edirlər. Əl-Ənfal, Qənimətlər Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Səndən qənimətlər haqqında soruşurlar. De ki, qənimətlər Allaha və Peyğəmbərə aiddir. Elə isə Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin. Əgər möminsinizsə, Allaha və onun elçisinə itayət edin. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər. Onun ayələri onlara oxunduqda imanları artar. Yalnız öz Rəbbinə təvəkkül edər. Namaz qılar və bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. Rəbbin səni bu minvalla haqq ədalət uğrunda Bədrə getmək üçün evindən çıxartdı. Halbuki bu, möminlərdən bir dəstənin xoşuna gəlmirdi. Haqq bəlli olduqdan sonra belə onun barəsində səninlə mübahisə edirdilər. Sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər. O vaxt Allah sizə iki dəstədən birinin, karvanın və yaxud kafirlərin qoşununun sizin olduğunu vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi. O, bununla günahkarların xoşuna gəlməsə də, haqqı gerçəkləşdirmək və batili puç etmək istəyirdi. O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da, mən sizə bir-birinin ardınca gələn 1000 mələklə yardım edəcəyəm deyə duanızı qəbul etmişdi. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Həqiqətən Allah qüdrətlidir,
müdrikdir. O zaman Allah öz tərəfindən bir təskinlik olsun deyə sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin. O zaman Rəbbim mələklərə, mən sizinliyəm, iman gətirənləri gücləndirin, mən kafirlərin qəlbinə qorxu salacağam, onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin deyə vəhy etmişdi. Bu, onların Allaha və onun elçisinə qarşı çıxmalarına görədir. Allaha və onun elçisinə qarşı çıxan kimsəyə Allah şiddətli əzab verər. Bax belə, indi dadın onu. Kafirlər üçün cəhənnəm odunun əzabı da hazırlanmışdır. Ey iman gətirənlər! Kafirlərlə döyüş meydanında qarşılaşsanız, arxanızı onlara çevirməyin. Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. O, necə də pis dönüş yeridir. Onları siz öldürmədiniz. Allah onları öldürdü. Düşmənlərin gözünə bir ovuc torpaq attığın zaman sən atmadın. Allah atdı ki, möminləri öz tərəfindən yaxşı bir sınaqdan keçirsin. Həqiqətən Allah eşidəndir, biləndir. Bax belə, həqiqətən də Allah kafirlərin hiləsini zəiflədər. Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu sizin üçün xeyirli olar. Yox, əgər qayıtsanız, möminlərə qarşı vuruşsanız, biz də qaydarıq, sizi yenə məğlub edərik. Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir. Ey iman gətirənlər! Allaha və onun elçisinə itayət edin. Eşitdiyiniz halda ondan üz döndərməyin. Eşitmədikləri halda eşitdik deyənlər kimi olmayın. Şübhəsiz ki, Allah yanında canlıların ən pisi, haqqı anlamayan karlar və lallardır. Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər. Ey iman gətirənlər! Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır və siz onun hüzuruna toplanacaqsınız. Elə bir bəladan qorxun ki, o sizlərdən təkcə zalım olanlara üz verməz, hamınızı bürüyər. Bilin ki, Allah şiddətli cəza verəndir. Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız. Kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi. Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz.
Ey iman gətirənlər! Allaha və onun elçisinə xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin. Bilin ki, var dövlətiniz də, övladlarınız da ancaq bir imtihandır. Böyük mükafat isə Allah yanındadır. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırt etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hilə qururdular. Onlar hilə işlətdilər. Allah da hilə işlətdi. Allah hilə işlədənlərin ən yaxşısıdır. Ayələrimiz onlara oxunduğu zaman deyərlər, artıq eşitdik, istəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir. O zaman onlar, ey Allah, əgər bu, sənin tərəfindən gəlmiş bir haqdırsa, onda üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər demişdilər. Sən onların arasında olduğun halda Allah onlara əzab verməyəcək. Bağışlanmalarını dilədikləri zaman da Allah onlara əzab verən deyildir. Onlar Məscid-ül Haramın xidmətçiləri olmadıqlarına baxmayaraq, möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir, lakin onların çoxu bunu bilmir. Onların müqəddəs evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Küfr etdiyinizə görə dadın əzabı. Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan saptırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları cəhənnəmə toplayacaqlar ki, Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yıxsın və onları cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır. Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər. Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun. Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür. Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin himayədarınızdır. O, nə gözəl himayədar, nə gözəl yardımçıdır.